Bəli, belə görünür ki, tərəflər arasında müəyyən ziddiyyətlər olub. Yəqin ki, məlumatlandırma o qədər də şəffaf olmadığına görə, yəni müqavilənin vaxtı bitib, amma işçilərin bundan xəbəri olmayıb. Yəni görək bundan sonra prosesi necə olacaq? Əsasən orada yaşlı insanlar və onların iş tapması müəyyən qədər çətindir. İnşallah ki, vəziyyət daha da normallaşar bundan sonra. Bəli, elə işdən danışmışkən iş başında ölüm və xəsarət halları xəbərləri də tez-tez təəssüflər olsun ki, buna rast gəlirik bu tipli xəbərləri. Əslində isə əməyin təhlükəsizliyi ilə bağlı qaydalar və prosedurlar kifayət qədər aydındır. Bəli, problem onların tətbiqindədir. Əməkdaşımız Aysu İbrahimzadə bu mövzunu araşdırıb görək, bu qaydalar kağız üzərində qalır, yoxsa real həyatda da tətbiq olunur. Qeyd eləyək ki, mövzunu studiyamızda qonağımızla da müzakirə edəcəyik. Gəlin əvvəlcə süjetə baxaq. Bədbəxt hadisələrin minimuma endirilməsi üçün müəssisə və təşkilatlarda iş şəraitinin yaxşılaşdırılması əsas məsələlərdən biridir. İşçinin təhlükəsizliyinin təmin edilməməsi onun sağlamlığı və həyatı bahasına başa gələ bilər. Odur ki, təhlükəsizlik öndə olmalıdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Elman Məmmədli deyir ki, fəaliyyət göstərdiyi qurum tərəfindən elektron nəzarət gücləndirilməklə yanaşı, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması istiqamətində tədbirlər görülür. Qanunvericiliyə gəlincə, Əmək Məcəlləsində də göstərilib ki, müəssisənin fəaliyyəti işçinin həyatı və sağlamlığından üstün tutula bilməz. Əmək Məcəlləsinin 222-ci maddəsinə əsasən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üçün işə götürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etməli və bu sahədə baş vermiş dəyişikliklər barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verməlidir. Əməyin mühafizəsi qaydalarının pozulması və işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci və 199-cu maddələrinə əsasən inzibati məsuliyyətə səbəb olur. Ən riskli sahələrdən biri sözsüz ki, tikinti sektorudur. Burada xoşagəlməz halların baş verməməsi tikinti şirkətinin öz işçilərinin həyatına verdiyi qiymətin göstəricilərindəndir. Məsələ ilə bağlı vətəndaşlar arasında da sorğu keçirdik. Bəs görəsən onların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülürmü? İnşaatda işləmişəm, başqa yerlərdə işləmişəm. İlk növbədə sığorta tərəfindən işçi təmin olunmalıdır, şirkət tərəfindən qorunmalıdır. Bəzi müəssisələrdə olur ki, sığortadan qaçınmaq üçün ödəmirlər, verikini vaxtı ödəmirlər. Bu da işçi üçün təhlükə yaradır. Buna əlavə avadanlıqlardan da şirkətlər qaçır, avadanlıqlardan istifadə etmirlər. Bu da işçi üçün əlavə təhlükə yaradır. Təhlükəli bir işdir və rəhbərlik onları sığortaya almalıdır. Necə sığortaya almalıdır? Allah uzaq eləsin, nəysə bir şey oldu, sındı da bu insandır. Hardansa düşdü, yıxıldı və rəhbərlik necə özünü sığorta eləyir, öz ailəsini sığorta eləyir. Nəysə bir hadisə olanda öz övladının dalıca qaçır, tam səmimi işçisinə də eləncəyə baxılmalıdır. Ümumi qaydalar var ki, hansı ya tikintidə işləyən, ya başqa bir təşkilatlarda işləyən və təhlükə nəticəsi, yəni törədilməsi gözlənilən halı bütün qayda qanunları rəayət eləməkdən ötürü onu tamamilə işə buraxanda səhər-səhər. Buna aydınlaşdırılır ki, bax bunları belə, bu qaydalara rəayət eləməzsən. Yəni bir sahə deyil ki, mən konkretin deyəm, bir də kaska qoymalısan, nə bilim, formanı geyməlisən, remeni möhkəmləndirməlisən. Yəni bu tikintiyə aid olan şeylərdir. Mütəxəssislər deyir ki, müəssisənin mülkiyyətçisi və işə götürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdir. İşçilərin sağlamlığı üçün tələb olunan çeşidlərdə xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə işçilər pulsuz təmin olunmalıdır. Bəli, elə yeri gəlmişkən bugün də Ümumdünya Əməyin Mühafizəsi günüdür. Bəs bugün Azərbaycanda əməyin mühafizəsi sayəsində işə götürənlərin, belə işçilərin vəzifələri nələrdir? Bundan sonra hansı tədbirlər görüləcək? İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması sayəsində mövcud vəziyyət nə yerdədir? Bu barədə suallarımızı Dövlət Əmək Müfəttişliyi Xidmətinin şöbə müdirinin müavini Azər İsmailov cavablandıracaq. Xoş gəlmisiniz Azər müəllim. Çox sağ olun, təşəkkür edirəm. Bəli, elə ilk olaraq ondan başlayaq ki, bugün Ümumdünya Əməyin Mühafizəsi günüdür. Elə bugün münasibəti ilə də sizi təbrik edirik. Həm də elə soruşmaq istəyirik ki, ümumiyyətlə bugünün yaranmasında məqsəd nə idi? Mən sizə öncə öz təşəkkürümü bildirirəm ki, bugün bizi dəvət eləmişsiniz. Çox sağ olun.
məhz bu Ümumdünya Əmək Mühafizəsi günündə. Ümumdünya Əmək Mühafizəsi günü 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən təsis olunubdur. Və burada əsas məqsəd bütün ictimaiyyətin diqqətini sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəltməkdən ibarətdir. Bizim ölkəmizdə qeyd edeyim ki, 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının üzvüdür və Beynəlxalq Əmək Təşkilatının bu günə qədər 59 konvensiyasına və bir protokolunu ratifikasiya etmişik və 2003-cü ildən mütəmadi olaraq bizim ölkəmizdə də Ümumdünya Əmək Mühafizəsi günü qeyd edilir. Məlumat üçün deyim ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən hər il üçün bu günün qeyd olunması ilə məqsədi ilə xüsusi bir deviz seçilir və həmin o deviz altında tədbirlər, konferanslar, yığıncaqlar və sair, yəni ki, bu cür tədbirlər həyata keçirilir. Onu da qeyd edim ki, hal-hazırda biz burada sizdən söhbət etdiyimiz vaxt, yəni Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Azərbaycan Həmkarlar İttifaq Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə, yəni bugünkü Beynəlxalq Əmək Təşkilatının devizinə uyğun olaraq iş yerlərində rəqəmsallaşmanın və süni intellektin yəni ki, rolu, təsiri nəticəsində böyük bir konferans həyata keçirilir. Yəni bu devizin seçilməsi də təsadüf deyil. Bilirsiniz ki, artıq yeni texnikalar, yeni texnologiyalar tətbiq olunur və biz bu yeni texnikalara, yeni texnologiyalara əmək mühafizəsi nisbətində baxmağımız, yəni köhnə ənənələrə baxsaq, o cürə yanaşmalar düzgün deyil. Çünki bugün bütün bu texnikalar, texnologiyalar bir ağıllı nəzarət sistemini özündə etibar edirlər ki, bu da əməyin təşkilində, əmək mühafizəsində, istehsalatdakı o bədbəxt hadisələrin baş verməsində, zədələnmələrin, peşə xəstəliklərinin qarşısının alınmasında böyük bir əhəmiyyətə malikdir. Elə işçilərin səhhətin pozulmasının araşdırılması ilə bağlı qanunvericilikdə hansı müddəalar nəzərdə tutulub? Bu arada belə deməli, bizim Respublikamızın, yəni Azərbaycan Respublikasının əmək məcəlləsində bununla bağlı müddəalar var, maddə var ki, işə götürən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında həmin günü əmək qanunvericiliyinə, dövlət nəzarətini həyata keçirən orqana, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir. Bu, bilavasitə işə götürənin borcudur. Əgər onun iş sahəsində, istehsalatında bədbəxt hadisə və ya qəza baş verirsə. Bununla yanaşı bizə bütün Respublikada olan səhiyyə müəssisələrindən, hüquq mühafizə orqanlarında və digər mənbələrdən, mətbuatdan və digər mənbələrdən bizə məlumatlar daxil olur bədbəxt hadisələrlə bağlı və həmin bədbəxt hadisələr bizim tərəfimizdən araşdırılır və yer gəlində yəni ki, qanunvericiliyə uyğun olaraq komissiya yaranır. Bugün bizim qanunvericiliyə bədbəxt hadisələrinin araşdırılması, onların təhqiqatının aparılması komissiya şəklində aparılır. Ən çox belə çeşidləsək, hansı sektorda bu bədbəxt hadisələr? Ən çox sektor tikinti sektorundadır, bəli. Sonra nəqliyyat sektorunda da bədbəxt hadisələr çoxdur. Emal sahəsində hadisələr çox baş verir, bəli. Yəni, işə götürənlərin məlumatı əsasında dediyimiz kimi biz də Həmkarlar Təşkilatının nümayəndələri ilə bir də müəssisənin özünün nümayəndələrindən ibarət bizim Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin sədrliyi ilə komissiyalar yaradılır və həmin bədbəxt hadisələrin təhqiqatı aparılır. Və təhqiqatın yekununda da zərər çəkmiş şəxsə və yaxud zərər çəkmiş həlak olduğu təqdirdə onun ailəsinə istehsalat zədəsi, yəni izzət formalı bir akt tətbiq verilir, tərtib olunaraq verilir ki, bu izzət formalı aktın da yəni ki, mahiyyəti ondan ibarətdir ki, bu vətəndaşın aldığı xəsarət və yaxud da ki, onun ölümü bilavasitə onun yəni istehsalatda bilavasitə əmək funksiyalarını yerinə yetirərkən baş verdiyini təsdiq edən bir sənəddir. Belə bir sual çıxır. Əgər bu siz dediyiniz işi yerinə yetirərkən, əgər bu istirahət saatına əgər düşürsə bu, təsadüf eləyibsə, əgər hansısa bir bədbəxt hadisə baş verdi və yaxud da hansısa bir formada da sualınız aydındır. Deməli, bütün hallarda hadisələr araşdırılır. Artıq araşdırmanın nəticəsində müəyyən edilir ki, bu iş bilavasitə işçinin əmək funksiyalarının icrası ilə bağlıdır və ya bağlı deyil. Yəni, bu məsələlərə aydınlıq gətirilir. Ola bilər ki, işçi iş yerində şəxsi məqsədlər üçün bir iş görəndə bədbəxt hadisəyə düşər ola bilər. Ola bilər ki, digər hallar ola bilər. Tutaq ki, yəni istənilən halda araşdırma mövzusudur. İstənilən halda araşdırma mövzusudur, bəli, araşdırılır və yekunda o dediyimiz komissiyanın bir rəyi olur ki, bu rəydə artıq orada qərar verilir ki, bu hadisə istehsalatla bilavasitə əlaqəlidir, yoxsa əlaqəli deyil.
Bəs ümumilikdə əmək müfəttişliyi iş yerlərində hansısa yoxlamalar aparırmı? Yəni hadisələrin daha çox qabağını almaq məqsədi ilə. Ümumiyyətlə iş yerində işçilər hansı hüquqlara, başqa hüquqlara malikdirlər? Hal-hazırda bilirsiniz ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə, yəni ölkə qanununa, qanunvericiliyinə uyğun olaraq bilavasitə, yəni ki, müəssisəyə getməklə araşdırmalar aparmır. Yəni ancaq bədbəxt hadisələr baş verdikdə bu halda biz komissiya şəklində, yəni hadisə yerində oluruq. Bədbəxt hadisənin o baş verdiyi ərazidə, sahədə, sexdə bizim əməkdaşlar olurlar. Hadisə yerinin xarakteristikasıdır və s. bu məsələləri öyrənmək, işçilərdən bədbəxt hadisənin necə baş verdiyi barədə izahatların alınması və s. Bunları, yəni ki, bədbəxt hadisənin texniki və təşkilati səbəblərinin müəyyən olunması üçün bütün bu addımlar atılır. İşçilərin dediyiniz kimi iş yerlərində həm hüquqları, həm vəzifələri, eyni zamanda işə götürənin də özünün vəzifələri var əmək mühafizəsi sahəsində. Yəni bütün işə götürənlər iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına bilavasitə cavabdehdirlər və onlar bir sıra tədbirlərin həyata keçirməlidirlər ki, dediyimiz kimi istehsalatdakı bu bədbəxt hadisələrin, qəzaların qarşısı alınsın. Bunlar, yəni ki, əməyin mühafizəsi üzrə bütün standartların, normaların, qaydaların tələblərinə riayət edilməsidir. Onların istehsalatında olan binalardır, texnikalardır, avadanlıqlardır, bunların təhlükəsizliyidir. İstehsalatda əmək və istirahət rejiminə riayət olunmasıdır, müəyyən sanitariya, gigiyena normalarına riayət olunmasıdır, işçilərə vaxtında və müəyyən olunmuş çeşiddə fərdi mühafizə vasitələri ilə təmin olunmasıdır işçilərin işə qəbul zamanı sonra mütəmadi olaraq onların təlimatlandırılmasının aparılması və s. bu kimi tədbirləri işə götürən həyata keçirməlidir. İşçilərin hüquqları barədə siz soruşdunuz. İşçilərin həm əmək qanunvericiliyi sahəsində, istərsə də əmək mühafizəsi sahəsində yəni bir sıra hüquqlara malikdirlər ki, onlar işə qəbul olunarkən mütləq qaydada təlimat almalıdırlar ki, təlim aldıqdan sonra yəni ki, öz əmək funksiyalarının icrası ilə başlamalıdırlar. Fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Hətta belə bir hüquq da var ki, əgər iş yeri zərərlidirsə, insan sağlamlığı üçün orada mənfi təsir göstərə biləcək amillər varsa, işçinin işə götürəndən həmin o iş sahəsi ilə bağlı, zərərli iş sahəsi ilə bağlı məlumat almaq hüququna malikdir. Burada hansı imtiyazlar var? Həmin, deyək ki, kimyəvi maddələrdə işləyən bir yerdə. Deməli, orada bəli, həmin o digərlərinə fərqi nədir? Aydındır, sual aydındır. Deməli, iş yerlərində əgər iş yerlərində hansısa bir zərərli maddələr, istər kimyəvi olsun, istər fiziki ola bilər, yəni bu amillər ola bilər. Birinci onu qeyd edeyim ki, iş yerlərində həmin o zərərliliyin müəyyən olunması üçün işə götürənlər iş yerlərinin attestasiyasını keçirməlidirlər. Bu attestasiyanın nəticələrinə uyğun olaraq müəyyən olunur ki, bu iş yerlərində hansı sexlərdə, hansı sahələrdə zərərli iş yerləri mövcuddur. Və qeyd etdiyimiz kimi, həmin o zərərli iş yerləri ilə bağlı işçilərin hansı imtiyazları var, hansı güzəştləri var, onunla bağlı işə götürənlər işçiləri, yəni ki, məlumatlandırmalıdırlar. Həmin sahədə işləyən işçilərin, deməli, qısaldılmış iş rejimində işləmək hüquqları var. Məsələn, bilirsiniz ki, bizim qanunvericilikdə, yəni ki, gündəlik 8 saat, həftəlik 40 saat norma müəyyən olunubdur. Həmin işçilər üçün qısaldılmış iş, yəni ki, həftəsi müəyyən olunur, 36 saat məsələn. Son olaraq Azər müəllim, bir də zəhmət olmasa ona da cavab verin. Əmək mühafizəsi qaydaları və ümumiyyətlə bu dediyiniz qaydalar pozulanda hansı cərimələr gözləyir? Əmək mühafizəsi üzrə qaydaların pozulması, ümumiyyətlə əmək qanunvericiliyinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində bir sıra maddələr nəzərdə tutulmuşdur. Bunlardan əmək müqaviləsi hüquqi müəyyənmədən işçilərin işə cəlb olunmasıdır. Eyni zamanda işçilərin məzuniyyət hüququndan istifadə etməməsidir. Ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqı işçilərə verilməsi də bilirsiniz ki, yol verilməzdir o hallarda və əmək mühafizə qaydalarının pozulmasıdır. Sonra sağlam və təhlükəsiz əmək mühafizə şəraitinin yaradılmamasıdır. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı işə götürən tərəfindən bizə məlumat verilməməsinə görə İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrdə, yəni ki, inzibati cərimələr nəzərdə tutulur. Sonra bilirsiniz ki, işçilərin iş yerlərində istehsalatda bədbəxt hadisələrdən sığortası işə götürən həyata keçirilməlidir. Həmin sığorta etdirməməyə görə də, yəni bu İnzibati Xətalar Məcəlləsində, yəni müvafiq inzibati cərimələr nəzərdə tutulmuşdur. Çox sağ olun. Təşəkkür edirik Azər müəllim, studiyamıza gəlib sualları cavablandırdınız. Bir daha təbrik edirəm bugünkü gün münasibəti ilə sizi. Bəli, hörmətli tamaşaçılar, fərdi mühafizə vasitələrindən istifadə şərtdir. İstənilən halda hər birimiz, heç birimiz daha doğrusu təhlükədən sığortalanmamışıq. Ona görə də bədbəxt hadisə baş verərkən
baş verməmişdən öncə bunu qiymətləndirmək şərtdir və nəticədə bu tipli bədbəxt hadisələrin istehsalda, əmək şəraitində bu tipli hadisələrin qarşısını almaq üçün hər birimiz